da. Geldik, çatdıq qız evinə. Davay sen. Onu sonra diyecektim ama okey. Biraz başı aşağı. Yok, biraz aşağı. Vot. Biraz geçen. Pencereye yakın gedirik. Bir de. Əla, atlayış. Biraz tələsirik, Böyük Saraya vaxtında çatıb orada fotosesiya eləmək lazımdır. Çünki Sumqayıtdayıq. Gedirik Böyük Saraya, Sumqayıtdan. Çox ümid edirəm ki, çatdırarıq vaxtında. Biz bəylə gəlmək istəyir, deyəcəm dirək divarlara adana. Olmayasın. Üç qabağa, bir müzə baxırsınız. Da. Var, Bolubu. Məhəmməd. Bir bizə baxırıq. Bəyimizlə gəlinimizi çəkdik Böyük Sarayda. Artıq qonaqlar üçün qapılar açılır. Böyük Saray 2 mərtəbəsi ilə 1500 qonağa qədər qəbul edə bilən saraydır. Məncə Azərbaycanın ən böyük sarayı Böyük Saraydır. Artıq qonaqlar yavaş-yavaş yerləşir. Böyük Sarayın çox hündür olması mənə çox xoşuma gəlir və buranın memarlıq üslubu elə bir köhnə Avropa saraylarının dizaynını xatırladır. Dəhşət gözəl. Bugünkü toyun möhtəşəm dekoru Ağçiçəyim tərəfindən təbii güllərlə bəzədilib. Bugünkü toyumuzu Nəsimi Məmmədov ifa edir. Əziz dostum. Necəsən? Bir-iki kəlmə bizim qonağımıza, bizim izləyicilərimizə. Xoşum gəlir bundan danışmaq. Salamlayıram hamını. İsmail, bugün birlikdəyik, Böyük Saraydayıq. Çox gözəl keçəcək, mən inanıram. Çünki hər dəfə gözəl keçir. Buna şübhəm də yoxdur. Çünki İsmail var, peşəkarlar var burada. Hamı hazırdır, hər şey hazırdır. Bəyimiz və gəlinimiz artıq zala daxil olur. Mübarək olsun. Hamı üçün ən maraqlı an. Əla. İndi isə bugün ərzində çəkdiyimiz klipi elə bugün montaj edib, elə indi ekranlara göstərəcəyik. İsmail Rızayev studiyası, bizim peşəkar dostlarımız.
o güzel anları biz necə vizyon görüntülərə hərəkət edək. Gəlin hamımız beraber monitorlara diqqətlə baxalım. Bugünkü toyun tortunun çox qeyri-adi təqdimatı olacaq səhnədə. Gəlin baxaq. Həri, yığışdırdım. Bugünkü toyumuzda həm də bəyimizin başçısının ad günüydü. Məncə çox gözəl hədiyyədir. İndi isə toyumuzun ən Biraz cəsarət sevdiyim hissəsi. eləmək istəyən yoxdur. Gül buketinin atmaq mərasimi. Görək göydə tuta biləcək yoxsa yox. Verin mənə və bir. Daha bir toyumuz bitdi. Ayten, Böyük Saray Ayten. və bütün Gözünüz toyda iştirak edənlərə təşəkkür edirəm. Çox sağ olun.